Salam. Seyid Əli Xameneyi kimdir? Necə öldürülüb? Meyidinin yeri bilinirmi? Onu kim əvəz edəcək? Xameneyinin son videosu hansıdır və orada nə demişdi? Bir neçə dəqiqə ərzində ötən gecə baş vermiş dəhşətli hadisələr sonrası yaranmış vəziyyətlə bağlı son dəqiqə məlumatlarını, həm də dəqiq məlumatları çatdıracağıq. Öncə başlayaq artıq həlak olduğu rəsmi şəkildə təsdiqlənən İrana 37 il ali liderlik etmiş Xameneyinin kimliyindən. Bu dəfə davam etmədi 37. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Əli Xameneyi 19 aprel 1939-cu ildə İranın Məşhəd şəhərində, əslən Təbrizli ailədə anadan olub. Atası Seyid Cavad Xameneyi Wikipedik mənbələrin əksəriyyətində etnik Azərbaycanlı kimi təqdim olunur. Özünün də dəfələrlə Azərbaycan dilində danışdığı video qeydlərə yansıyıb. Lakin bu fikri inkar edən mənbələr də və şəxslər də var. Mən o gündən inandım ki, mən niyə yazmış? Təbrizdir, mən demir, mən. Özü uşaqlığı barədə danışanda yoxsul yaşadıqlarını deyir. Atamın məşhur ruhani olmasına baxmayaraq sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirirdi. Atası ruhani olduğundan o da atasının yolunu davam etdirərək gənc yaşlarında dini təhsilə başlayır. Məşhəd və Nəcəfdə təhsil aldıqdan sonra İranın dini mərkəzi olan Qum şəhərində fəaliyyət göstərir. Burada o sonrakı İran İslam inqilabına rəhbərlik edəcək Ruhullah Xameneyi ilə tanış olur. Şah dövründə Xameneyinin ideyalarını yaydığı üçün Xameneyi 6 dəfə saxlanılır, işgəncələrə məruz qalır və siyasi fəaliyyətinə görə təqib olunur. 1979-cu ildə həm İran, həm də Xameneyi üçün dönüş nöqtəsi olur. 16 yanvar 1979-cu ildə Şah Məhəmməd Rıza Pəhləvi ölkəni tərk edir və 1 fevralda Xameneyi sürgündən Tehrana qayıdır və 11 fevralda monarxiya devrilir. İran İslam Respublikası elan olunur və inqilabdan sonra Xameneyi sürətlə hakimiyyət strukturlarında yüksəlməyə başlayır. O, İnqilab Şurasında təmsil olunur, parlament üzvü seçilir, Müdafiə Nazirinin mavini vəzifəsində çalışır və İranın ən güclü hərbi siyasi qurumlarından olan İslam İnqilabı Keşikçiləri Korpusunun, yəni Sepahın formalaşdırılmasında rol oynayır. 1981-ci ildə məsciddə çıxış edərkən Xameneyiyə qarşı sui-qəsd törədilir. Partlayış nəticəsində o ağır yaralanır, sağ qolu iflic olur və ömrünün sonuna qədər də sağ qolu iflic qalır. Elə həmin il prezident və baş nazirin öldürülməsindən sonra keçirilən seçkilərdə Xameneyi səslərin böyük çoxluğunu qazanaraq prezident seçilir. Onun prezidentliyi dövrü 8 il davam edən və 100 minlərlə insanın həyatına son qoyan İran-İraq müharibəsi ilə də yadda qalır. 1989-cu ildə Xameneyinin vəfatından sonra 49 yaşlı Xameneyi İranın yeni ali lideri seçilir. Lakin o zamana dək yüksək dini rütbəyə malik deyildi. İslam Respublikasının qanunlarına görə ali lider yüksək səviyyəli din xadimi olmalıydı. Bu səbəbdən Xameneyi qısa müddətdə Ayətullah elan olunur və konstitusiyaya dəyişiklik edilir. Beləliklə, o bir gecənin içində həm dini rütbə qazanır, həm də ölkənin ən ali siyasi dini postuna yüksəlir. Xameneyinin rəhbərliyi dövründə İran regionda təsirini genişləndirir, Birləşmiş Ştatlar və İsrailə qarşı müqavimət oxu adlandırılan geosiyasi xətt formalaşdırır. Bu strategiya çərçivəsində Livanda Hizbullah, Yəməndə Husilər, İraqda Şiə silahlı qrupları və Fələstin təşkilatları ilə əlaqələr gücləndirilir. Bu siyasətin əsas fiqurlarından biri Qasım Süleymani idi. O, 2020-ci ildə İraqda Birləşmiş Ştatların zərbəsi nəticəsində öldürülür. Xameneyi onun dəfn mərasimində şəxsən iştirak edərək namaza rəhbərlik edir. İranın qərblə ən ciddi qarşıdurma mövzusu olan nüvə proqramı olur və baxmayaraq ki, Xameneyi 2003-cü ildə hər cür kütləvi qırğın silahının istehsalını, yığılmasını və istifadəsini qadağan edən fətva verir
Nüvə problemi isə ölkə üzərindən çəkilmək bilmir. Ağır sanksiyalar fonunda Tehran 2015-ci ildə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşmaya imza atır. Lakin 2018-ci ildə Amerika Birləşmiş Ştatları sazişdən çıxır və gərginliyi yenidən artır. Xamneyinin uzun müddətli hakimiyyəti etirazlarla da müşahidə olunub və 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi nümayişlər 2017 və 2019-cu illərdə iqtisadi çətinliklərə qarşı aksiyalar, eləcə də 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin ölümündən sonra geniş vüsət alan etirazlar ölkədə ciddi siyasi sarsıntılar da yaradıb. Xamneyi bu hadisələrə görə xarici qüvvələri günahlandırır və nəhayət 2025-ci il. 2025-ci ilin yayında İran, İsrail və Birləşmiş Ştatların hücumlarının hədəfi olur. 12 günlük müharibə zamanı nüvə və hərbi obyektlər vurulur, nüvə alimləri öldürülür. Birləşmiş Ştatlarının B-2 bombardımançıları İranın strateji obyektlərini hədəfə alır. Tehran isə İsrailə raket hücumları ilə cavab verir. Xamneyinin son çıxışı isə 17 fevral 2026-cı ildə olur. Şərqi Azərbaycan əhalisinin bir qrupunu Tehranda qəbul edir. Səbəb isə 1977-ci il 19 fevralda Təbriz əhalisinin qiyamı ilə bağlı idi. Bu məqsədlə Xamneyi hər il qiyam ərəfəsində bir qrup Şərqi Azərbaycan vilayəti əhalisi ilə görüşürdü. 2026-cı ilin 17 fevral günü də həmin qəbullardan biri idi. Bundan 2 gün sonra Ramazan ayı ilə bağlı qısa dini çıxışını nəzərə almasaq, 17 fevral çıxışı onun son siyasi nitqi kimi də qiymətləndirilə bilər. Xamneyi həmin çıxışında uğursuz alınan danışıqlara və ümumiyyətlə Birləşmiş Ştatlarla danışıqlar məsələsinə toxunaraq deyir: Əgər danışıqlar aparılacaqsa və danışıqların nəticəsi əvvəlcədən belə müəyyən edilirsə ki, siz bu enerjiyə sahib olmamalısınız, bu artıq danışıq deyil. Əgər danışıqlar aparılacaqsa, nəticəni əvvəlcədən müəyyənləşdirmək səhv və axmaq bir işdir. Sən deyirsən, gəl birlikdə bir mövzu haqqında danışaq və razılığa gələk. Bəs niyə nəticəni əvvəlcədən müəyyən edirsən ki, mütləq sonda bu razılaşmaya gəlməliyik? Bu axmaqlıqdır və bu axmaq işi onların prezidentləri, nazirləri, senatorları və başqaları edirlər deyə Xamneyi son nitqində deyir. 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən 8 ay sonra İran yenidən Birləşmiş Ştatlar və İsrailin hədəfinə çevrilir. İsrail və Birləşmiş Ştatlar əsas hədəflərindən birinin İranın ali lideri Əli Xamneyi olduğunu açıqlayır. Gecə saatlarından Amerika Birləşmiş Ştatları və İsrail onun öldürüldüyünü desə də, Tehran bu məlumatı təkzib edərək Xamneyinin əvvəlcə təhlükəsizlikdə olduğunu açıqlayır. Nəhayət, İsrail onun səhər saatlarında təşkil edilmiş hücumlarda öldüyünü bildirir. Ardınca Amerika Birləşmiş Ştatları prezidenti Trump bu faktı elan edir. Donald Trump onu tarixin ən pis insanlarından biri adlandırır. 1 mart 2026-cı il gecə saatlarında İran rəsmi televiziya kanalı canlı yayımda Seyid Əli Xamneyinin şəhadətə qovuşduğunu deyir. Onun öz ev ofisində, iş başında öldürüldüyü açıqlanır. Əvvəlcə The Washington Post foto paylaşaraq Xamneyinin olduğu iqamətgahın partladıldığını iddia edir. Üstü çıxan fotonun həmin foto olduğu bildirilir. Bundan bir neçə saat sonra isə Euronews Xamneyinin partladıldığı iddia edilən iqamətgahının fake görüntülərini təqdim edir. Hazırda 1 mart axşam saatlarına yaxınlaşırıq. Xamneyinin meyidi öldürülmə anı, foto şəkli və videosu barədə dəqiq rəsmi məlumat verilməyib. İran prezidenti Məsud Pezeşkiyan ali lider Əli Xamneyinin ölümünə görə qisas alacaqlarını bildirir. Deyir ki, Əli Xamneyinin öldürülməsinə görə qisas almaq və cinayətin təşkilatçılarını cəzalandırmaq həm ölkənin borcu, həm də qanuni haqqıdır. Hazırda İran ali liderinin vəzifələrini, yəni
Xamneyinin vəzifələrini müvəqqəti olaraq din xadimi Ayətullah Əl-Rıza Arafi icra edəcəyi qeyd olunur. Təbii ki, bu region üçün böyük bir fəlakətdir. Azərbaycan da öz sərhəd olduğu ölkədə bu kimi halların baş verməsini istəmir. Ümid edək ki, tezliklə bu fəlakət sona çatacaq. Salamat qalın.